İzləyicimiz yazır. Proqram təminatının istifadəçiləri problemi e-mail ilə göndərir. Amma bu e-maillər çox vaxt cavabsız qalır. Nə edilməlidir? E-mail cavabsız qalırsa, yəni burada korporativ mədəniyyət, üslub formalaşmayıb deməkdir. İndi IT komandalarda biz əksər vaxtda rastlaşırıq. Onlar digər şöbələrə baxanda daha çox yazılı məsələlərə üstünlük verirlər və çox da doğru edirlər. Yəni istəyirlər ki, ticket yazılsın, istəyirlər ki, mail getsin, mailə cavab yazsın. Amma eyni yanaşma digər şöbələrdə olmaya bilər. Satın alma, satış, anbar, sahədə hansısa istehsalda, briqadir, o yanaşmada olmaya bilər. Bundan ötürü yoldaşlar, mən həmişə deyirəm, burada IT-nin bir günahı, istehsalın bir günahı yoxdur. Burada mərkəzləşmiş qaydada bir yazışma üslubu və mədəniyyəti formalaşmayıb. Yəni, istehsal bugünə kimi öyrənib ki, ona kağız gəlməlidir. Kağızın üstündə orada nəyisə yazır, verir. Amma IT deyir ki, nə kağız, o ticket göndərmişik, ora bir dənə rəy verin. Yəni, bunun bir-birinə transformasiyası olmalıdır. Yəni, IT yaratmışıqsa, bu layihə gedirsə, onların tələblərinə necə cavab verilməlidir, qarşı tərəflərdə adaptasiya olmalıdır və yaxud da tam tərsi. Mən tövsiyə eləyərdim ki, IT-yə uyğunlaşsınlar, çünki inkişaf eləməkdə fayda var. Hətta buradan IT ticket göndərir, mail atır, o birisi oradan kağız və yaxud da səs atırsa, əlbəttə ki, kommunikasiya qırıqlığı yaranacaq. Orada deyilən alma bu tərəfdə armud kimi əks oluna bilər. Sonra da deyəcəklər ki, proqram işləmir. Ona görə mərkəzləşmiş qaydada hər iki tərəfə layihə başlamamışdan qabaq birinci adaptasiya prosesi geçsin, öyrədilsin, kim kimə nəyə necə yazacaq, necə cavab verəcək. Onun əsasında da qarşılıqlı əməkdaşlıqla işləsin. Harada da qırılma olar, artıq onda təkrar eğitim və təkmilləşmələrlə işi optimallaşdıra bilərlər.